Salam əziz müəllimlər, şagirdlər və abituriyentlər, mən Günel Əliyeva. Bu dəfə də sizə ədəbiyyatdan video izah təqdim edirəm. Deməli, şifa xalq ədəbiyyatına aid birinci hissə videomu təqdim etmişdim. İndi isə ikinci hissə. İkinci hissədə nağıllar, bəzi nağılların, əfsanələrin həm üzündən oxuyacağım, məzmununu təqdim edəcəm sizə, həm də təhlillərin. Yəni, bu üzdən oxumağın məqsədi odur ki, bəzi imtahana hazırlaşan namizədlər var ki, dinləyərək yadlarında yaxşı saxlayırlar. Ona görə də yəni mən oxuduqca həm də təbii ki, öz sözlərimlə də müəyyən məqamları nəzərinizə çatdıracağam. Beləliklə başlayaq vaxt itirmədən. Ağıllı uşaq nağılı. Çox maraqlıdır yeri gəlmişkən. Biri vardı, biri yoxdur. Bir zalım xan vardı. O hər dəfə bir bəhanə ilə ətrafdakı kəndləri, şəhərləri tutar, insanların əlində nə varsa alardı. Onun yaşadığı yerə bitişik bir kənd vardı. Xan təkcə oranı ələ keçirə bilmirdi. Çünki orada yaşayan, dünya görmüş ağıllı qocalar xanın hilələrinə cavab verərdilər. Xan həmin kəndi ələ keçirmək istəyirdi. Yanındakı adamlar ona məsləhət verirlər ki, əvvəlcə oranın ağsaqqallarını aradan götürmək lazımdır, sonrası isə asandır. Deməli, əvvəlcə ağsaqqalları aradan götürmək, sonra isə təbii ki, oranı ələ keçirmək. Onlar hilə işlətməyə qərarı alırlar. Xanın əmri ilə eyni vaxtda hər qocanın yaşadığı evə bir adam gedib xanın çətinliyə düşdüyünü, onun məsləhətinə ehtiyacı olduğunu deyir. Qocalar yarı zor, yarı xoş ilə gedirlər. Bütün qocalar gətiriləndən sonra xan onları zindana saldırır. Sonra bir atlı çağırıb ona 3 alma verir və deyir: bu almalardan biri 1 illik, biri 2 illik, biri isə 3 illikdir. Həmin kəndin adamlarını meydana yığıb, bunları göstərərsən, sonra 3 gün vaxt verərsən. Tapa bilməsələr, kəndi talan eləyəcəm. Əgər tapan olsa, həmin adam yanıma mənim xoşladığım heyvanla gəlməlidir. Həm də o elə adam olmalıdır ki, boyca məndən hündür olsun, mən ona aşağıdan yuxarı baxım. Çapar adamları yığıb xanın sözlərini çatdırır, adamları almaları verib, deməli, geri qayıdır. Kəndin adamları çox fikirləşsələr də cavab tapa bilmirlər. Qoca bir qarının Əhməd, bax bu adı qeyd edin mütləq, Əhməd, çünki ağıllı uşaq elə odur. Əhməd adlı nəvəsi var idi, o çox ağıllı, bax qeyd edin bunu, ağıllı, dərrakəli uşaq idi. O da suallara cavab tapa bilmir. Nənəsindən soruşur ki, kəndin müdrik qocalarından qalanı varmı? Nənə istəyir ki, kəndin kənarında yaşayan bir qocanı şikəst olduğu üçün aparmayıblar. Əhməd onun yanına gedir, görür ki, bu nurani qocanın gözləri tutulub, ayaqları işləmir. Əhməd ona salam verir, məsləhət istəyir. Qoca sualın cavabını deyir, amma xanın hansı heyvanı xoşladığından xəbəri olmadığını bildirir. Qoca deyir ki, gərək Əhməd xanın yaşadığı yerə gedib bunu öyrənsin. Əhməd təşəkkür edib çıxanda görür ki, qocanın yaşadığı evin həyətində yaşlı bir arvad, deməli o qocanın bacısıdır. Çör-çöp yığır. Əhməd onun çör-çöpü nə etdiyini soruşur. Qarı deyir ki, nə odunumuz var, nə də meşəyə gedənimiz. Çör-çöpə möhtac qalmışıq. Əhməd balta və çatı, yəni qalın kəndir alıb, meşədən bir şələ odun gətirir. 10 yol gedə-gedə fikirləşir ki, necə eləsin ki, xanın hansı heyvanı sevdiyini öyrənə bilsin. Yəni, yeri gəlmişkən bu məqamda deyim ki, Əhmədin xeyirxahlığını göstərir, böyükləri hörmətini göstərir, onun odun gətirməsi. Sonra deməli, Əhməd şəhərə girə bilmir, çünki hər 100 addımdan bir əli qılınclı gözətçilər düzülmüşdü. Onlardan bir qədər kənarda otlayan qoyun sürüsü Əhmədin diqqətini cəlb edir. O kəndlərinə gedib çobana gördüklərini danışır və ondan xahiş edir ki, qoyunlardan birini kəsib dərisini bütöv çıxarsın. Çoban bir yekə qoçu kəsir, dərisini Əhmədə verir. Əhməd onu dəsmala bükür, xanın sürüsü otlayan yerə gəlir. Orada böyük bir ağacın arxasına keçib dərini əyninə keçirir, məkləyə-məkləyə qoyunların arasına girir. O bir xeyli gedəndən sonra dərinin içindən çıxır, dərini qatlayıb yenidən dəsmalın içinə qoyur. Əhməd baxıb görür ki, xanın sürüsünü otaran çoban otların üstündə uzanıb tütək çalır, yanında da bir keçi var. Keçinin buynuzları qızıldandır, boynuna qızıl zınqrov keçirilib, üstünə də tirmədən şal salınıb. Deməli, çoban onun keçiyə diqqətlə baxdığını görüb təəccüblənir. Nə üçün baxdığını soruşur, Əhmədin isə bu vaxta qədər belə bir keçi görmədiyini bildirir. Çoban soruşur, sən bu şəhərin adamı deyilsən,
Bu keçini görməyən adam yoxdur. Əhməd qorxur ki, işlər korlanar. Deyir ki, bu şəhərdə yaşayır, amma nənəsi onu evdən bayıra buraxmadığı üçün heç nədən xəbəri yoxdur. Belə olduqda çoban deyir ki, bu keçi xanın sevimli keçisidir. Deməli, keçi o sevimli heyvan da belə deyil. Xan uşaqlıqdan keçini çox sevirmiş. Ona görə də belə bəzətdirib, Əhməd sevinir, gəldiyi yola şəhərdən çıxıb kəndlərinə qayıdır. Əhməd kənddə görür ki, insanlar çarəsiz vəziyyətdə qalıblar, suala cavab tapa bilmirlər. O bir hündür dəvə və keçi istəyir. Gedib xanın suallarına cavab verib kəndi xilas edəcəyini bildirir. Adamlar ona gülürlər. Xanın qəzəbinə tuş gələcəyini deyirlər. Əhməd isə bildirir ki, xandan qorxmur. Kənd adamları ona görə narahat idilər ki, bir uşağı göndərdiklərinə görə xan əsəbləşər. Elə bilər ki, onu ələ salırlar. Əhməd deyir ki, mənə dəvə və keçi tapın. Qalanı ilə işiniz yoxdur. Əhməd hündür bir dəvəyə minir, keçinin boynuna ip salıb, ucunu əlində saxlayır, almaları da götürüb şəhərə üst tutur. Xanın adamları onu xanın yanına aparırlar. Xan qarşısında uşağı görəndə qəzəblənir, onu zindana salmaq istəyir. Amma keçini görəndə başa düşür ki, cavablardan biri tapılıb. Xan deyir ki, mənim şərtimə görə gələn adam məndən hündür olmalıdır. Əhməd isə dəvənin üstündə xandan çox hündür olduğunu, xanın danışarkən ona aşağıdan yuxarı baxdığını bildirir. Xan deyir ki, dəvədən düşsən, dizin boyda olarsan. Əhməd isə deyir, mən niyə dəvədən düşürəm ki, səndən də aşağıda durum? Bax, həm də hazır cavabdır. Deməli, xan onun hazır cavablığını görüb dinmir, almaların sirrini deməsini istəyir. Əhməd deyir ki, mənim də şərtim var. Gərək şəhər cəmaatı meydana yığıla, sirri onda deyəcəm. Xan onu fikrindən daşındırmaq istəyir, Əhməd dediyindən dönmür. Xan da şərtini irəli sürür. Əgər sirri tapa bilməsə, Əhmədin boynu vurulacaq. Əhməd razılaşır. Deməli, cəmaat yığıldıqda Əhməd deyir, xan sağ olsun, mən sualların cavabını düz tapsam, kəndimizə toxunmayacaqsan. Zindana saldırdığın qocaları azad etdirəcəksən, amma tapa bilməsəm, nə istəsən elə. Bu ilk alma şirəli olduğu üçün ağırdır. Bax, cavab olan hissəsini qeyd etdim. Kitabda siz də bunu qeyd edin. Bu ilki alma, deməli, şirəli olduğu üçün ağırdı, suyun dibinə getdi. İkinci alma keçən ilkidir, bir qədər suyu çəkilib, quruyub deyə suyun ortasında qalıb. Deməli, birincisi şirəlidir, yəni ağır olduğu üçün suyun dibinə gedib. İkincisi ortada qalıb, yəni belə deyək də suyu bir qədər çəkilib. Üçüncü alma isə 3 il bundan əvvəlindir, şirəsi çəkildiyi üçün suyun üzərində qaldı. Xan fikrini dəyişmək istəyir, amma cəmaat orada olduğu üçün hörmətdən düşəcəyindən qorxur. Odur ki, verdiyi sözə əməl edir, qocaları zindandan buraxdırır. Əhməd qocalarla birlikdə kəndə qayıdır, hamı onu alqışlayır. Yer gəlmişkən, bu Güvənin ədəbiyyat kitabıdır. Oradan oxudum, yəni dərslikləri istinad edir. Təbii ki, buradakı təhlildə oxuyum, ondan sonra öz fikrimi də bildirim. Deməli, ağıllı uşaq ağlın insana başucalığı gətirdiyini göstərən hikmətli nağıldır. Xan özü ilə gəldiyi ilə diqqət çəkir, o məqsədinə çatmaq üçün hər cür yola baş vurur, yalan danışır, günahsız qocaları həbs etdirərək haqsızlığa yol verir. Onun bu addımlarından sonra kəndi fəlakət gözləyir, ümidlərin tükəndiyi anda kəndin azyaşlı sakini Əhməd məsuliyyəti öz üzərinə götürərək qəhrəmana çevrilir. Əhmədin üstünlüyü tədbiri əldən verməməsi və ağılla hərəkət etməsidir. O, gənc və təcrübəsiz olduğu üçün xanın çətin tapmacasının cavabını tapa bilmir. Ancaq müdrik qocalardan hansınınsa qalmaq ehtimalının olması onun ağlına gəlir və bundan sonra bütün düyünlər bir-bir açılır. Nağılla tanış olduqda Əhmədin özünün də ağılla hərəkət etdiyi görünür. Şəhərə girmək üçün qoyun dərisindən istifadə etmək üsulunu o özü düşünmüşdü. Yaşlı qoca ilə salamlaşıb görüşməsi, onun yaşlı bacısına kömək etməsi Əhmədin əxlaqını, tərbiyəsini göstərən səhnələrdəndir. Ağıllı uşaq nağılı ağıl yaşda deyil, başda da atalar sözünün doğruluğunu göstərir. Deməli, Əhməd obrazı burada görürük ki, Əhməd, bəli, mənim burada məsələn ən çox diqqətimi çəkən yer gəlmişkən, sizin də hansı etdir diqqətiniz çəksə qeyd edin. Məsələn, onun kömək etməsi, qocaya kömək edib, qoca bir nənəyə, qarıya belə deyək, odunları gətirməsi, ümumiyyətlə, Əhmədin yəni bir obraz olaraq bir çox üstün cəhətləri var. Yəni düzdür, gənc və təcrübəsizdir, amma buna baxmayaraq ağılla hərəkət edir. Məsələn, düşünür ki, qocalardan hansısa qala bilər, bu ehtimalı düşünür və həqiqətən də yəni bu öz təsdiqini tapır və yəni Əhməd deməli ağlın gücü ilə hərəkət edir. Doğrudan da elədir ki, yəni bəzən olur ki, məsələn elə insanlar var düşünür ki,
böyükdürsə mütləq o düz deyir. Amma elə deyil. Yəni mən uşaqlıqdan həmişə bu sözü eşitmişəm. Ağıl yaşda deyil, başdadır. Yəni siz də eşitmisiniz. Və həmişə uşaqlıqdan, yəni kimsə bəzən görürəm, nəsə böyük insandır, səhv fikir söyləyir. Yəni bu fikri tez düşünürəm ki, ağıl yaşda deyil, başdadır. Doğrudan da elədir. Yəni insanın müdrikliyi yaşına bağlı deyil. Ola bilər ki, mənim 70 yaşım var, 60 yaşım var, 50 yaşım var, amma mən müdrik deyiləm. Yaxud mən düz danışmıram. Amma ola bilər ki, mənim 15 yaşım var, 20 yaşım var, 25 yaşım var, yaxud 14, 13, daha az da ola bilər. Mən düz danışa bilərəm. Yəni ağıl yaşda deyil, başdadır. Bax bununla bu nəticəyə gəlirik həmin bu ağıllı uşaq nağılından və Əhməd obrazının həm kəndi, həm də ki qocaları xilas etməsi. Görürsüz, balaca bir uşaq çox ağıllı bir hərəkət edir. Hətta o dəvənin üstünə çıxması, yəni deyir ki, mən niyə dəvədən düşüm ki, sən də mənim balaca olduğumu düşünəsən də, yəni aşağıdan yuxarı baxmaq deyirdinsə, indi sən mənə aşağıdan yuxarı baxırsan. Çox maraqlıdır. Belə ağıl uşağı oxudum, təhlilində dedim, yəni çalışıram ki, çox geniş danışmayım, yorucu olmasın videolarım, bunu həmişə qeyd edirəm. Sonra gəlirik digərlərinə, oxuyum digər bir neçəsində bu videoda. Sonra isə başqa bir videoda çəkərəm. Deməli, hansını oxuyaq? Şir və tülkünü oxuyum. Deməli, bir gün şir meşədə gəzirdi. O arıqlamaqdan gəzməyə taqəti qalmayan bir tülkü görür. Deməli, şir meşədə gəzir və arıqlamaqdan taqəti qalmayan bir tülkü görür. Şir onun arıqlığının səbəbini soruşur. Tülkü bir həftədir heç nə yemədiyini bildirir. Şirin tülküyə yazığı gəlir. Gedib bir heyvan parçalayır, gətirib tülküyə verir. O deyir, tülkü qardaş, gəl doyunca ye, qıçlarına qüvvət gəlsin. Tülkü bildirir ki, şir kimi qüvvətli bir heyvanın qarşısından ət yemək onun hünəri deyil. Şir bildirir ki, qorxmağa ehtiyac yoxdur. Əti o özü gətirmişdir. Tülkü inadından əl çəkmir, şir nə qədər çalışsa da tülkü dediyindən əl çəkmir. Şir soruşur ki, nə etmək lazımdır ki, ətə yaxın gəlsin? Tülkü deyir, onda gətir əl-ayağını bağlayım, sonra arxayın yeyim. Şir razılaşır, tülkü ölü heyvanın bağırsaqları ilə onun əl-qolunu möhkəm bağlayır. Sonra şiri günün qabağında uzadır. Şir mürgüləməyə başlayır, amma görür ki, tülkü hələ də ət yemir. Niyə yemədiyini soruşduqda tülkü deyir, sən yuxuya getməyincə yeməyəcəm. Tülkü gözləyirdi ki, bağırsaqlar qurusun, çünki quruduqca bərkirdi. Tülkü axıra kimi gözlədi. O vaxta kimi şir də yuxuya getdi. Bundan sonra ətdən doyunca yeyir. Şir elə bərk yatmışdı ki, səhərə qədər oyanmır. Gözlərini açanda görür ki, əl-ayağı hələ də bağlıdır. Tülkünü çağırıb deyir, tülkü lələ, gəl əl-ayağımı aç. Tülkü bildirir ki, ətin hamısını yemədən açmayacaq. Şir 2 gün gözləyir. Tülkü bu müddətdə ətdən yeyib porsuğa dönür. Şir yenə əl-ayağının açılmasını istəyir. Tülkü isə açmayacağını deyir. Şir əsəbləşib bağırsaqları qırmaq istəyir. Amma quruyub bərkimiş bağırsaqlar məftil kimi onun qollarını kəsir. Şir tülküyə deyir, ay namərd, mən səni acılıqdan qurtardım. Sən gör mənə nə elədin. Əgər əlimi aça bilsəm, gör sənə nə eləyəcəyəm. Qəzəbli şirin nərəsi bütün meşəni bürümüşdü. Yaxınlıqdan keçən çaqqal səsi eşidib gəlir, əhvalatı öyrəndikdən sonra şiri azad edir. Şir ətrafa baxır, amma tülkünü görmür. Tülkü qaçıb gizlənmişdi. Baş verənlər şirə çox təsir etmişdi. Onun kimi güclü heyvan tülkünün əlində oyuncağa çevrilmişdi. Və çaqqalın köməyinə möhtac qalmışdı. Şir gecə-gündüz meşəni axtarır və tülkünü tapır. O elə bir qəzəbli nərə çəkir ki, tülkünün ürəyi partlayır. Şir deyir, namərdlərin axırı bax belə olur. Şir və tülkü həmişə aktual olan bir mövzuya toxunan, nağılda tarixin bütün mərhələlərində gördüyü yaxşılıqları unutmayanlarla yanaşı mərdliyə, namərdliklə cavab verənlərə də rast gəlinmişdi. Şir və tülkü ikincilərə həsr olunmuşdu. Tülkünün acınacaqlı vəziyyəti şirə təsir edir. O yaxşılıq edir, ov edərək gətirdiyi əti tülkünün qarşısına qoyur, amma tülkü hiləgərliyindən istifadə edərək həmin ovun bağırsaqları ilə şirin əl qolunu bağlayır. Baş verənlər şir üçün anlaşılmazdı, çünki o ancaq yaxşılıq etməyə çalışmışdı. Tülkünün hərəkətlərinin izahı isə yoxdur. Tülkü sadəcə olaraq nankordur. Deməli, əxlaqi dəyərlər aşılaması ilə seçilən şifa xalq ədəbiyyatı nümunələrinin bir çoxu kimi şir və tülkü nağılı da xeyrin şər üzərində qələbəsi ilə tamamlanır. İndi mən də öz fikrimi bildirim şir və tülkü nağılı ilə bağlı. Deməli, şir və tülkü nağılında həqiqətən də biz görürük ki, şir mərd insanları təmsil edir. Həm mərd, cəsur və xeyirxah. Yəni, yaxşılıq edən, yaxşılıq etməyi bir missiya hesab edən, vəzifəsi bilən insanları təmsil edir.
Bir də var ki, tülkü hiyləgərliyin simvoludur, hiyləgər insanların. Yəni şir görürsüz necə bir yaxşılıq edir, tülkünün ac olduğunu düşünür, ona yemək verir. Amma tülkü isə namərdlik edir, onun əl-qolunu bağlayır və ona pislik etmiş olur da. Yəni həqiqətən də bu onu göstərir ki, bax bu nağıllar ibrətamiz nağıllardır, söz ki, ibrətamiz xarakter daşıyır, əxlaqi motivləri özündə əks etdirir. Deməli, həqiqətən də, yəni bu həyatda belə insanlar çoxdur. Yəqin ki, sizin də qarşınıza çıxıb, ola bilər özünüzün qarşınıza çıxmayıbsa, yaxınlarınızın, tanışlarınızın qarşısına çıxıb. Amma mən elə gəlir ki, hər bir insanın ömründə bir dəfə də olsun belə hadisələrlə rastlaşması mümkündür. Rastlaşmısınız yəqin ki. Yəni elə insanlar var ki, mərddirlər, cəsurdular, şir kimi. Onlar yəni kiməsə yaxşılıq edirlər, məsələn tülkü kimi hiyləgər insanlara, pis insanlara yaxşılıq edirlər, amma o yaxşılığın əvəzində pisliklərlə qarşılaşırlar. Yəni şəxsən mənim də olub həyatımda və çox olub. Yəni yaxşılıq etdiyim insanlar bunun qarşılığını pisliklə veriblər. Yəni cavabı pislik olub. Yəni burada mən özümü şir, həmin insanları isə tülkü rolunda görürəm. Yəni doğrudan da belədir. Məsələn, ağlıma gəlir, yaxşılıq, ümumiyyətlə çox vaxt yaxşılıq edəndə insan onu nədənsə pisliklə cavabını görür, mükafatı sanki pislik olur, bilmirəm nədəndir. Belə, amma bütün yaxşılığın qarşılığında edilən pisliklər mənə eləyər ki, insanı müdrikləşdirir, insan təcrübə qazanmış olur. Şir və tülkü nağılı, məsələn, bu baxımdan mənə də çox təsir edir. Düşünürəm ki, sizə də təsir etdi. Video 16 dəqiqə oldu. İndi növbəti nağılları, Yetim İbrahimin nağılı və digərlərin digər videoda sizə təqdim edəcəm. Sağ olun, növbəti videoda görüşərik.